heyvan saxlayıb onlardan zövq almağı xoşlayıram, təbiətdən zövq almağı xoşlayıram. Peşəniz sizə çox şey öyrədib. Amma heç düşündünüzmü ki, bu yol, bu peşə sizi nələrdən məhrum edib? Hər peşənin bir öyrətdiyi, qazandırdığı və bir də aldıqları var. Tibb, həkimlik peşəsi sizdən nələri aldı, sizə nələri bəxş elədi? Bu peşə sevdiyimizə görə bizim həyatımızın demək olar ki, 70-80%, yəni saat baxımından faizini alır. Sevdiyimizə görə və işimizin mükəmməl olması üçün biz ona həsr eləməliyik. Amma çox şeydən də məhrum elədi. Həyatımıza, öz ailəmizə, öz uşaqlarımıza olan sevgini, vaxtının çox vaxtını ayıra bilmədik. Sevdiyimiz məşğuliyyətlərdən ayrıldıq. Məsəl üçün, bayaq sizlə danışmışdım mən. Mənim sevdiyim hobbilər var ki, onlardan bu günləri istəyirəm, amma alınmır, işimlə alınmır. Onlarla məşğul olmaq istəyirəm. İdmanla məşğul olmaq istəyirəm. Tutaq ki, heyvan saxlayıb onlardan zövq almağı xoşlayıram. Təbiətdən zövq almağı xoşlayıram. Amma onlara vaxt ayıra bilmirəm, çox ayıra bilmirəm daha doğrusu. Ayırırıq, gedirik, gəlirik, amma ürəyimiz istədiyimiz kimi onlara vaxt ayıra bilmirik. Nəyə görə? Çünki sənətimiz daha vacibdir və sənətə daha çox vaxt ayrılır.